Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında xalq şairi Səməd Vurğunun zəngin ədəbi irsinin təbliği məqsədi ilə xüsusi tədbir keçirilib. Onun zəngin yaradıcılığı, vətənpərvərlik şuurlu şeirləri və mənalı əsərləri bu gün də xalqımız tərəfindən böyük sevgi ilə oxunur və yaşadılır. Bu təqdimatda şairin həyat yolu, yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr və gələcək nəsillərə miras qoyduğu dəyərli əsərlər haqqında məlumat verilir. Azərbaycanın xalq şairi Səməd Vurğunun poeziyası xalqımızın milli ruhunu, vətən sevgisini və mənəvi dəyərlərini əks etdirən əbədi xəzinədir. Əziz xatirəsi daim hörmət və ehtiramla anılır. Reportajı hazırladı. Haqq Səsi TV1-in rəhbərliyi Elxan Müzəffəroğlu, səsləndirdi Əfsanə İbrahimova.